Bismillahirrahmanirrahim. Düğünlərimdən gəlmişdim. Bir də bir də görmüşəm bir nəfər, bir də tanıdık oynam, naşı. Yormayasan qardaş şəfəf olun ki, əsaslıqazdır. Naşı, sən bu da oğlan o, nə geyirsən, nə mənadır bu? Bu da çörək təni düzəldim. Özün elə təhcövə. Yox, ufaqda mərət verdin, getdilər də. Bu zığın toypağın məxsusdur, bunu haydan gətirmisin? Zığın toypağın ağzı şəhənlədəydi onun. Oydan gətirmisin, bu da əcəb şeydə, bu da əcəb şeydə. Təndik düzəldi. Təndik qoy bu da, çörək yapıb, çörəkçilər yanı biz elə fişara qoyub, məhsul il. Ay məhsula icazə versə, 5-6 un ala bilsək, unun tay olub 1 milyon alıp pişirmək olmuyor. Eşləndən o yiyip duymaq olmuyor. Ellədə baba, bu yaxçıdır, birində biz işlə, Çalbay, həycalımda. Mənim başım üstü. Başını ağrımasın. Bu da bugün böyle bir iş daha. Bu zığazada ənva-əqsan şeylər qatıb, o yaxatlıqda bir işdə. Tamam baba, bu məhsullar çox. Hə, çox çətin bir işdir bu iş. Kimlər bu işi görübdür, nəzikdir. Bizim hərəkətdə bir zaman bu şoğludur. Nəfər vardı, bu özünə şoğlu eləmişdi. İndi də yoxdur. İndi də çox adam şoğludur. Dünən getmişdim, torpaq saatim alışanladaydı onu. Bəli. İnan Allah 3 xavə, 4 xavə bir torpaq apar bu mədəndən. İldə çox apar. Mən toypağa cəhbin məxsus ola da, elədir. Bəli. İldə az apar, bir il getdim gördüm. Belə 3 xavə, 4 xavə də torpaq aparlar. Az şeyin buyda çörəklər yapasan, işləyəsən, yəsiz. Yəhmərə toğa. Var olasınız, ay çəkərəm xofes.